Koronavirusa yoluxan Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovdan xəbər var. Məlumat bundan ibarətdir ki, nazir hal-hazırda öz müalicəsini davam etdirir. Ajansazın özəl məlumatını diqqətinə çatdırıram. Bir neçə gün öncə məlum olduğu kimi Bakıda keçirilən Bakı Agro sərgisində iştirak etmək üçün Məcnun Məmmədov COVID-19 testi vermişdi və testin nəticəsi müsbət çıxmışdı. Buna görə də nazirin həmin sərgidə iştirak etməsi mümkün olmamışdı. Ajansaz olaraq biz araşdırma apardıq ki, hal-hazırda nazir harada müalicə olunur, onun sağlamlıq durumu necədir və buna görə də sorğu verdik. Ajansazın Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovun hazırda harada müalicə olunması, sağlamlıq vəziyyəti necə olması barədə araşdırma aparması nəticəsində Kənd Təsərrüfatı Nazirinin İctimaiyyət Əlaqələri və İnformasiya Təminatı Şöbəsinin müdürü Vüqar Hüseynov Ajansazın sorğusuna cavab olaraq bildirib ki, nazirin səhhətində narahatlıq üçün əsas yoxdur. Cənab nazirin sağlamlıq durumu normaldır, karantin qaydalarına uyğun olaraq bir həftəlik təcrid müddəti başa çatdıqdan sonra koronavirusla bağlı növbəti test götürüləcək. Nazirin hansı tibb müəssisəsində müalicə aldığı və ümumiyyətlə pozitiv nəticə əldə edilməmişdən öncə, ümumiyyətlə bugünə qədər nə zaman sonuncu dəfə analiz vermişdi COVID testi üzrə, bu barədə məlumat ala bilmədik. Liv Bonadea Hospitalından isə ümumiyyətlə nazirin orada müalicə alması barədə xəbərini inkar elədilər. Gömrük Hospitalı və Mərkəzi Klinik də bu məsələyə münasibət bildirmək istəmədi. Bu, Ajansazın özəl məlumatı idi.